Azizlerim, akşamınız xeyir olsun. Sizlerle her görüşmenim için bayramdır, şenliktir, xoşbəxtlikdir. Bu xoşbəxtliyi bize bəxş edən sizlere baş əyirəm, size merhaba deyirəm. Sözümü size həsr elədiyim bir şeirle başlamak istəyirəm. Böyük Türk xalqının mərd insanları bugünkü dəvətə xoş gəlmisiniz. Atatürk yurdunun sıcaq qanları bugünkü dəvətə xoş gəlmisiniz. Müqəddəsdir sənin toprağın, daşın, şanlı tarixin var, uludur yaşın. İgid qəhrəmandır hər bir dadaşın. Bugünkü dəvətə xoş gəlmisiniz. Mən aşiq ilqaram, əlimdə sazım, ürəkdə sözlərim, xoşdur avazım. Namuslu, ismətli oğlum, qızım, bugünkü dəvətə xoş gəlmisiniz. Qoy ədalət zəfər çalsın bəşəriyyət dünyasında, zaman zaman haqq ucalsın əbədiyyət dünyasında. Ara vuran, fitnə quran, əyri, yalan, şər olmasın. Bu zərurət, bu həqiqət, qalibiyyət dünyasında. Qoy ədalət zəfər çalsın vicdan ilə, hünər ilə. Aləm çatsın muradına hər gün bir xoş xəbər ilə. Bu dünyanın üzü gülsün işıqlı bir səhər ilə. Bu təbiyyət, bu cəmiyyət, hakimiyyət dünyasında. Qoy ədalət zəfər çalsın, şən yaşasın insanları, uğur-uğur yollar geçsin qocaları, cavanları, ay azaflı, vətən sevər el, unutmaz qananları. Bu məhəbbət, bu sədaqət, səmimiyyət dünyasında.